FIFA prezidenti Gianni Infantino yaranmış vəziyyəti müzakirə etmək üçün Mərakeşdə təşkil olunan böhran iclasına qatılıb. İclas dünya çempionatının kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılması planının iflasından sonra keçirilir. Layihəyə əsasən, dünya çempionatı və digər turnirlərin kommersiya hüquqlarını idarə edəcək 20 milyard dollarlıq yeni şirkətin 20%-ə qədər payının satılması və bunun hesabına 4 milyard 200 milyon dollar vəsait cəlb edilməsi nəzərdə tutulurdu. FIFA rəhbərliyi bu modelin futbolun inkişafına əlavə maliyyə gətirəcəyini bildirsə də, təşəbbüs ciddi etirazlarla qarşılanır. Layihə ilə bağlı mövqeyini FIFA prezidenti belə izah edib. Bu sadəcə bir təklifdir. Hər şeydən əvvəl bu təklifin qəbulu məcburi deyil, demokratik məsləhətləşmə prosesinin bir hissəsidir. Layihə yalnız FIFA-nın 211 üzv assosiasiyasının əksəriyyəti və FIFA şurası tərəfindən təsdiqlənərsə həyata keçiriləcək. Bu halda yeni şirkət FIFA-ya məxsus və onun nəzarətində olan kommersiya və tədbir fəaliyyətini birləşdirən törəmə şirkət olacaq. Layihə ilk növbədə UEFA-nın sərt etirazı ilə qarşılaşıb. Avropa Futbol Qurumu planın qəbul ediləcəyi təqdirdə FIFA turnirlərini boykot edə biləcəyini açıqlayıb. Asiya Futbol Konfederasiyası, Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Federasiyası da qərar qəbul edilməzdən əvvəl kifayət qədər məsləhətləşmələrin aparılmadığını bildirir. Artan təzyiqlər fonunda FIFA layihəni geri götürmək məcburiyyətində qalır. Layihənin ləğvindən sonra FIFA daxilində narazılıq daha da güclənib. Gianni Infantino'nun müşavirlərindən Carlos Cordeiro istefa verib. Bir sıra futbol rəsmiləri isə idarəetmə prinsiplərinin yenidən nəzərdən keçirilməsi ilə bağlı çağırış ediblər. Beynəlxalq media UEFA-nın etirazı və layihənin iflasını Gianni Infantino'nun rəhbərliyi dövründə ən ciddi siyasi böhranlardan biri kimi qiymətləndirir. Britaniyanın The Guardian nəşri yazır ki, hazırki böhran Gianni Infantino'nun 2027-ci il rəhbərlik seçkiləri öncəsi mövqeyini zəiflədə bilər. Amin Həsənli, Pərviz Mustafayev, ASTV Xəbər.